Salam. Modul işarəsi daxilində dəyişən olan tənişlərin izahını verəcəm sizə bugün. Birinci sualdan başlayaq. Köçürdüm misalımızı. 2 plus köçətdə 3x bərabərdir 8. Buradan köçətdə 3x bərabərdir. Toplam olanda təbii ki çıxırsınız 6. Sonra kök 6-dan azad olmaq üçün kvadrata yüksəldirik. Kvadratla kök silinir. 3x bərabərdir 36. X-in qiyməti olur 12. Üçüncü suala baxırıq. 4-cü dərəcədən 2 sıx 1 vurulsun. X üstü 4 minus 16 bərabərdir 0. Görürsünüz deyir ki, həqiqi kökü var. Çox uşaq deyir ki, müəllimə niyə tənliyin yalancı kökü də olur. Belə yalancı deməyim, yəni ödəməyən kökü olur. Deməli, siz diqqətli olun. Dərəcə əgər 4-dür, 6-dır, yəni cüt dərəcə köklər varsa, siz bilirsiniz ki, bunların təyin oblastı həmişə müsbət ədədlərdir, yəni böyük bərabər 0 olmalıdır. Demək, birinci 2 sıx 1 böyük bərabər 0, x böyük bərabər 1 yazıram. Yəni ki, ancaq x-imiz birdən böyük olmalıdır. İndi, hasil 0 olanda vuruqları ayrı-ayrı 0-a bərabərləmir deyik. 4-cü dərəcədən x sıx 1-i bərabər edirsən 0-a. 0 olanda onsuz dərəcə silinir. X sıx 1 bərabərdir 0, x-i tapıram 1. Bir də x üstü 4 sıx 16 bərabərdir 0. Buradan x üstü 4 bərabərdir 16. X də plus minus 2-dir. Demişdik ki, x-in üstü cüt rəqəm olanda tənliyin 2 kökü olur. Həm müsbət, həm də mənfi olur. İndi, demək, aldıq mənfi 2, müsbət 2, bir də 1. Bax, mənfi 2-ni gətirib bura qoysan, mənfi 2 çıx 1, mənfi 3 eləyir. Ona görə mənfi 2 kənar kökdür. Demək, doğru cavab 2 və 1 olacaq. Demək, tənliyin neçə dənə həqiqi kökü var? 2 həqiqi kökü var. A variantı olacaq. Sonra 4-cü sualda yazım sizə, tam başa düşəsiniz. 4-cü dərəcədən x üstü 4 çıx 1 bərabərdir 0. Hasil 0-a bərabər olarsa, vuruqları ayrı-ayrı 0-a bərabər edirsiniz. Bu x bərabərdir 4-cü olduğuna görə plus minus 1. Buradan da 0 olduğuna görə kök silirsən, 2 0 arasın. 0, 1, mənfi 1 alırsan. Mənfi 1-i bura qoya bilmərsən, kök 6-cı mənfi olmaz, cüt dərəcədən. Demək, cavab 0 və 1 olur. Sonra 6-cı sualımıza baxaq. 2x plus 3 kök altda 2x minus 2 bərabərdir 0. Yenə ayrı-ayrı 0-a bərabər edirik. 2x bərabərdir mənfi 3, x bərabərdir mənfi 1,5. Kök 2 sıx 2 bərabərdir 0, kök x bərabərdir 2, x bərabərdir 4. Mən həmişə deyirəm ki, uşaqlar, kök 6 cüt dərəcədirsə, onun üstünə nidə qoy. Yəni ki, sən burada ehtiyatlı olmalısan. Aldığın cavabı gətirib burada yoxlamaq lazımdır. İndi, mənfi 1,5-i gətirib bura qoysam, kök 6-cı mənfi olmaz, axı mənası yoxdur. Demək, doğru cavab neçə olacaq? 4 olur. 8-i köçür. Uşaqlar, modullu misalları həll eləməyin qaydası belədir. Modul 2x bərabərdir a. A burada müsbət ədəddir. Onda x1 a olur, x2 isə mənfi a olur. Qaydaları mütləq qeydin götürün. Modul 2x bərabərdir 0 olarsa, tənliyin yeganə kökü var, o da 0 olur. Modul 2x bərabərdir mənfi a olarsa, yəni mənfi ədəd olarsa, tənliyin həlli olmaz, boş soxu olur. İndi bizim misalımızda da 2 müsbət olduğu üçün birinci qaydamızı istifadə edirik. Birinci modulu silirəm. 2 sıx 2 bölü 3 üstəgəl 1 bərabərdir 2. Bu birinci şans. Bir dəfə də 2 sıx 2 bölü 3 üstəgəl 1-i mənfi 2-yə bərabər edirik. Görürsünüz, bir dəfə A-dır, bir də mənfi A-dır. Bu tənlikləri həll edirsiniz. 2-dən 1-ini çıxıram 1. Sonra çarpaz tənasüb edirsən, x-i tapırsan 5. 2 sıx 2 bölü 3 bərabərdir. Mənfi 2 çıx 1 olur. 2 sıx 2, aha, bu da mənfi 3 elədir. Altında 1 var, çarpaz tənasüb 2 sıx 2 mənfi 9. X-imiz olur mənfi 9 üstəgəl 2. X neçə oldu? Mənfi 7. Mənfi 7 və 5-dir cavab. 10-cu sualı köçürdək. 2x plus 1 bərabərdir 11 minus x. Yenə bura nidan qoy. Bir də uşaqlar, sizin səhviniz nədir? Məsələn, dərəcə deyək ki, bura 3 olur, bir də baxıram yenə kvadrata yüksəldirsiniz. Dərəcə nədirsə, həmin də qüvvətə yüksəltməlisən ki, kökəsin. İndi bunun dərəcəsi 2-dirsə, demək mən bunu 2-yə yüksəltməliyəm ki, bu 2 2-ni silsin.
Onda demək sağ tərəfdə kvadrata yüksəldirik. X plus 1 bərabərdir. Kvadrata yüksəldəndə birincinin kvadratı çıx. Birincinin ikinci hasilinin 2 misli üstəcəl ikincinin kvadratı. Keçirtmələr eləyib. Bura çoxdur deyə soldakıları sağa gətir. X kvadratı yazdın. Bu x gələndə bura mənfi x olacaq deyə mənfi 23x üstəcəl 121-dən 1-ə çıxdın 120 bərabərdir 0. Viet teoreminə görə hansı ədədlərdə vuranda 120 eləsin, toplayanda 23 eləsin, o da 18 ilə 5-dir. İndi bizim misalımızda bu formadaydı. Kök hətta x plus 1 bərabərdir 11 minus x düzdür. İndi aldığın ədədləri gətirib yoxlamalısan görə hansı ödəyir? Normalda elə bir dənə buranı böyük bərabər 0 eləsəm alınır, amma o həlli sevmirsiniz deyə onu öyrətmirəm. X-in yerinə 18 qoyursunuz. 18 üstəcəl 1. İnşallah burada səhv eləmişəm. İndi yazdıqca gördüm. 15 və 8-dir kökləri. 15 ilə 8. Çünki 15-i 8-ə vuranda 120 eləyir. Toplayanda da 23. Tamam. Onda biz x-in yerinə gətirik burada 15-imizi qoyaq. Olacaq 15 üstəcəl 1. Burada da 11 çıxaq 15. 15-in üstə 1-in gəldi 16, 4 eləyir. Bərabərdir. 11-dən 15-in çıxanda mənfi 4. 4 mənfi 4-ə bərabər olmaz. Boş çoxluq. Demək 15 ödəməlidir. İndi gəl 8-i yoxlayaq. 8-in üstünə 1 gəlirəm. Bir də 11-dən çıxıram 8-in. 9 eləyir, 3 çıxır. 11-dən 8-in 3. Demək doğru bərabərlik 8-də ödədir. Cavab 8-dir. Amma yenə dediyim kimi də kök altılı misalları həmişə həll edəndə 11 sıx x böyük bərabər 0. Burada mənfi x böyük bərabər mənfi 11. X kiçik bərabər 11 olmalıdır. Demək sənin cavabın 11-dən kiçik olmalıdır. Ona görə demək 15 ödəmir, 8 ödür. Əgər belə yazılışı eləyə bilmirsinizsə, mütləq cavabları qoyub yoxlayın. 11-ə baxın. 16 minus x kvadrat bərabərdir 0. Bura nidan qoyuram ki, apap yoxlayacağım. Birinci 16 çıx x kvadratını 0-a bərabər edirəm. X kvadrat 16-dır. X-in plus minus 4-dür. Bu, onsuz da bu kökün cavabıdır. Yəni, bunu da yoxlamağa ehtiyac yoxdur. Bir cavab mənfi 4, 4-dür. Kənardan da x çıx 5-i bərabər edirəm 0-a. X-i tapıram 5. X-i 5 tapdım. İndicə burada qoyaq yerinə. 16 çıx 5-in kvadratı 25-i. 16-dan 25-in çıxanda mənfi eləyirək. Ona görə ödəməlidir. Demək, doğru cavab mənfi 4-dən 4-dür. 13-ü köçür. Deməli, uşaqlar, modullu misalları həll edəndə mütləq şərtlər verməlisiniz. Yəni, hansı şərtdə bu modulu çıxardırsan. Birinci, x böyükdür 0 şərtində çıxardacam. Bu şərtlərdə ancaq modullara aiddir. Yəni, x kvadrat qalır, çıx 5, 0-dan böyük dediyinə görə bu x olaraq da elə çıxır. Üstəcəl 6 bərabərdir 0. Kökləri olur 2 ilə 3. İkincidə x 0-dan kiçik şərtinə baxırsan, olur x kvadrat. Əgər x 0-dan kiçiksə, mənfidirsə, qarşıda da mənfi var deyə toplanılır. 5x plus 6 bərabərdir 0. İndi bunun köklərini tapaq. Kökləri neçə olar sizsə? Mənfi 3 və mənfi 2. İndi bizdən soruşub, ən kiçik kökü hansı olacaq? Mənfi 3 olur. 15-ci suala bax. 3x kvadrat minus 6x plus 25 bərabərdir 5 minus x. Kökün dərəcəsi 2 olduğu üçün hər tərəfi kvadrata yüksəldirəm. Kvadrat kökdən silinir. 3x kvadrat minus 6x plus 25 bərabərdir. Açırıq düsturu. 25 sıx 12x plus x kvadrat. 3x kvadrat x kvadrat çıxdım 2x kvadrat. Mənfi 6x 10x keçində bura toplama olacaq deyə 4x verir. 25-lər islah oldu bərabərdir 0. 2x ortaq çıxartdım. X plus 2 bərabər 0. X 0 olur. Bir də x neçə olur? Mənfi 2. Deyək, təlinin köklərinin cəmini tap. 0-ın üstünə mənfi 2 gəlirsən, cavab neçə olacaq? Mənfi 2. Aparıb yerinə qoyub yoxlaya da bilərsən, amma kökləri də elə. Tamam, 18-ci sual. 3 üstəcəl x plus 5 bərabərdir 4. Buradan x plus 5 bərabərdir. Toplama olanda çıxırsan 1. Kvadrata yüksəldirsən. X plus 5 bərabərdir 1. X olur mənfi 4. Baxaq görək həldə tənliyin köküdür ya yox. Burada qoyuruq. 3 üstəcəl. Mənfi 4 üstəcəl 5. 3 üstəcəl 1. 4 elədi. Cavab 4 idi də düzdür. Mənfi 4 tənliyin köküdür. 19-a bax. Yenə kvadrata yüksəld. Düsturu açırıq. Bilirəm ki, aça bilirsiniz bunları. Açdıq.
İndi x kvadratı yazdıq. Çıx 2x plus 1 yazıram. Çıx 2 çıx 5 bərabərdir 0. X kvadrat mənfi mənfi toplayıb mənfi qoyursan, 1-dən 5-in çıxırsa mənfi 4 bərabər 0. Köşləri olur 4-dən mənfi 1. İstəyirsən Vyetnamda, istəyirsən diskriminantla. İndi uşaqlar gətirib qoyaq yerinə. Misalımız x çıx 1 bərabərdir, x plus 5-dir, düzdür? Birinci mənfi 1-i qoysan, mənfi 1 çıx 1 bərabərdir, mənfi 1 üstəgəl 5. Bura mənfi 2 eləyir, bu tərəf müsbət 2 eləyir, demək ödəməlidir. İndi 4-ü qoyaq. 4 çıx 1 bərabərdir, 4 üstəgəl 5. 3, bu tərəfdə 3, demək doğrudur. Demək mənfi 1 kənar köçdü, tənliyin cavabı 4-dür. İndi 21-ci suala baxaq. Azalan çıxılan fərq. Demək x plus 6-nı taparkən 5-dən 3-ün çıxırsan 2, bunun qarşısında mənfi var deyə keçdi bura mənfi 2. Görürsən kök 6 mənfi olub. Kök 6 nə vaxtda mənfi cavab verir? Heç vaxt boş çoxluq və salam. Yəni cüt dərəcədən kök mənfi verməsə, tək dərəcə olsaydı, hə, onda kubdursa kuba yüksəldəcəkdi. 24-ə bax. Bayaq dedim, modullu misallarda iki cür elirsən. Birinci, bu böyük modul yoxdur, bunu silirəm. İçərini köçürdürsən, bərabər elirsən 8-ə. Modulu siləndə bir dəfədə içərini köçürdük, mənfi 8-ə bərabər eləyirik. İndi modulda 2 sıx 3 bərabər, 8-dən 4-ünü çıxıram 4. Burada modulda 2 sıx 3 bərabərdir, mənfi 8 sıx 4, mənfi 12. Bu boş çoxluq olur, çünki moduldan heç vaxt mənfi cavab çıxmaz. İndi gəldi yenə modullu tənlik gəldi qabağıma. Yenə bayaqçı kimi modulu siləcəm, 1 qoyacam təzədən. 2 sıx 3 4-dür, x neçə oldu? 7. İkinci halda 2 sıx 3 mənfi 4-dürsə, x olacaq mənfi 4 üstəgəl 3, yəni mənfi 1. Vəssalam, diqqətli ol. Bir dəfə böyük modulu silirsən, müsbət 8-ə, mənfi 8-ə bərabər elirsən. Sonra bu tənlikləri həll edib gətirirsən, baxırsan ki, yenə modullu tənlik oldu. Bu dəfə də kiçik modulları silib, yenə bir mənfi, bir müsbətə bərabər eləyirsən. Demək, x kvadrat bərabərdir 2. Kvadrat kökünə gedir. Bunu modulda yazmalısan. Biz də bayaq dedik ki, modullarda bir dəfə müsbət eləyirik, bir dəfə də mənfi eləyirik. Deyək, tənliyin köklərinin hasili mənfi 2-ni 2-yə vurursa, mənfi 4. Və yaxud da ki, belə də yaza bilərdik. Kök adda x kvadrat bərabərdir 2-yə. Kvadrata yüksəldirsən, kvadrat kökünə silinir. X kvadrat bərabərdir 4, x olur plus minus 2. Yenə eyni şeydir. 27-ci sual. Nidə qoyuram, yəni çox diqqətli olunmalı bir sualdır. Hamınız görən kimi sevinirsiniz bu sualı ki, asandır. Vurma olanda üstlər toplanılır. 2-də 1-in üstünə 2-də 3 gəlirəm, 2-də 4, yəni 2 verir. Demək, x kvadrat bərabərdir 1. Bu hissəni elə ki, yazmadım. Özüm bildim. Onda tez x deyirsən ki, plus minus 1 oldu, düzdür? İndi qaydamızı danışırıq. Mənfi ədəd üstü kəsir olmaz. Mənfi ədəd üstü kəsir olmaz. Yəni, sən gətirib bura mənfi 1 qoysan, mənfi 1-in üstü 2-də 1 ödəməz. Ona görə, demək, cavab 1 olacaq. Bax, buna diqqətli olun. Mənfi 8-in üstü 3-də 1 gördün, mənası yoxdur. Bunu hesablaya bilmərsən. Mənası yoxdur. Amma 8 üstü 3-də 1 olsa, hə, bunu 2-nin kubu yazırsan, üstündə 3-də 1 getdi 2 olacaq. Bir də 0-ın üstü 3-də 1 mənası var. 0-ın üstündə müsbət kəsir yaza bilərsən. 0-ın üstü mənfi 3-də 1 mənası yoxdur. Yadınızda saxlayın bu 3 qaydanı. Mənfi ədədin üstü kəsir olmaz. 0-ın üstü müsbət kəsir olar, 0-ın üstü mənfi kəsir olmaz. 30. 13 minus modul x bərabərdir 9. Modul x bərabərdir 4-ə, bir dəfə müsbət 4, bir dəfə mənfi 4. Köklərin hasili mənfi 4-ü 4-ə vurasa mənfi 16. 31. Birinci sual. 4x kvadrat plus 1 bərabərdir 0. Buradan 4x kvadrat mənfi 1 olur. X kvadrat olur mənfi 4-də 1. Heç bir ədədin kvadratı mənfi ədəd verməz. Getdi. İkinci. 2 kök adda x mənfi 0-1. Heç bunu həll eləməyə dəyməz, amma elə belə göstərirəm. Sən görsən ki, kök adda x mənfiyə bərabərdir. Biz demişik ki, moduldur, x kvadratdır, kök 6-dır. Bunların cavabı həmişə müsbət olur. Yəni, hansı əlbəttə ki, x-ə mən qoyum, o mənfi cavabı alsın. Heç biri boş çoxluq.
Üçüncü, 2 kök altda -2 plus 2 bərabərdir 0. Fikir verir, kökün dərəcəsi cütdür. Cütün içinə götürüb bir dənə -x yazıblar. Demək, bunun mənası yoxdur, boş çoxluqdur. Dördüncü, 4x üstü 4 bərabərdir 4. Buradan x üstü 4 bərabərdir 1. X olur plus minus 1 doğrudur. 5. 0 onda 2x bərabərdir 2. X də bərabərdir 2 bölünsün 0 onda 2 bu da doğrudur. Yaxşı. 33. Modulda 2 sıx 2 bərabərdir 3-ə. 2 sıx 2-ni bir dəfə 3-ə bərabər eləsəm, bir dəfə də 2 sıx 2-ni -3-ə. X bərabərdir -3 üstə gəlir 2 olur -1. X bərabərdir 3 üstə gələrsən 5. 5 və -1. -1-ə vurarsan 5-ə cavab olacaq -5. 35-ci suala baxın. 3 modul 2 böl 2 çıx x bərabərdir 2. Yenə burada modul x var deyə 2 dəfə misalı həll edirsən. Birinci x böyütü 0 şərtinə baxasan. 3 müsbət x olaraq çıxdı. X-lər ixtisar olur. 3 sıx x bərabərdir 2. X-in qiyməti olur 1. 0-dan böyük şərt olduğuna görə 1 də 0-dan böyükdür. Ona görə tənliyin cavabıdır. İkinci. 2 0-dan kiçikdir. 3 -2 x yazırsan. Yenə dediyim kimi, bax, şərt ancaq modula aiddir. Qalan x-lərlə işin yoxdur. Bunlar gedir. -3 sıx x bərabərdir 2. -x bərabərdir 5-ə. X olur -5. 0-dan kiçik şərtdir. Sən də -5 yapsan. Bu da cavabdır. Və salam 2-dən cavabı var. 38 ayrı-ayrı sıfıra bərabər elə. 39-a bax. 2 sıx 3-ün kvadratı bərabərdir 2 sıx 3. Uşaqlar, kvadratla kök gedir. Modulda 2 sıx 3 bərabərdir 2 sıx 3. Sən də bilirsən ki, modulun bu cavabı mənfi olmaz. Ya 0 olar, ya müsbət olur. Ona görə 2 sıx 3 böyük bərabər 0. X böyük bərabər 3. Demək, cavab necə olur? 3-dən müsbət sonsuzluğa. 42-yə bax. Modulda 3x sıx 1 üstə gəl. 2x bərabərdir 2. Birinci modulda 3x sıx 1 bərabərdir 2 sıx x olur. İndi modulu silirsən. Modulu siləndə bir dəfə olduğu kimi həll edirsiniz. Bir dəfə də mənfi ataraq edirik. Mənfi atanda x minus 2 edirik. Bu x gəlsin bura 4x bərabərdir 3. X olur 3 böl 4. Bu gələndə bura 2x bərabərdir -2 plus 1. 2x bərabərdir -1. X olur -2-də 1. D tənliyin köklərinin cəmini tap. Sonra 4-də 3-ün üstünə -2-də 1 gəlirik. Yenə deyirəm, istəsən bunu götürüb təyin oblastında 2 çıx x böyük bərabər 0, -x böyük bərabər -2, x kiçik bərabər 2-dən almalıdır. Yəni, sən cavabların mütləq 2-dən kiçik olmalıdır. Bu da 2-dən kiçikdir, bu da 2-dən kiçikdir. Ona görə ikisi də həllindir. Əgər 2-dən kiçik olmasaydı, deyəcəkdin ki, bu ödəmir. Bu təyin oblastında bilmirsən, apar qoy yerinə tək-tək yoxla gör, ödür ya yox. 43. Cüt dərəcədir, yəni həmişə müsbət olur. Cüt dərəcədir, həmişə müsbət olmalıdır. 0. Müsbətin üstünə müsbət gələndə 0 verib. Hansı ədədlərdə toplasan 0 verər? Sadəcə 0 olsa. Demək, 2 sıx 3 0 olmalıdır, bir də 2x sıx 6 0 olmalıdır. 2 3. 2 3 olmalıdır ki, bu da 0 olsun, bu da 0 olsun, toplayanda 0 versin. 46-cı sualı köçürt. 46-cı suala diqqətli olun, biraz çətindir. Birinci, x böyükdür 0-ı həll edirik. 3ax plus 1 bərabərdir 3ax minus 1. Buradan 3ax-dən 3ax-dən çıxanda 0 bərabərdir -2, bu boşluqlu oldu. İkinci halda buna mənfi atırıq da 2 0-dan kiçik halına baxırıq. -3ax plus 1 bərabərdir 3ax sıx 1. 3ax keçdi bu tərəfə, -6x bərabərdir, -1 də gələndə -2, x olur 2 bölünsün 6a. İndi sən şərtə baxmalısan. X 0-dan kiçikdir, demək buradakı x-imiz bizim -1 ədəddir. Tənliyin sol tərəfi mənfidirsə, onda mütləq sağ da mənfi olmalıdır. Sağda da a hərfi var, görürsünüz. Demək, onda a da mənfi olmalıdır ki, sol və sağ doğru olsun. Demək, a 0-dan nə olmalıdır? Kiçik olmalıdır. Altına xət qoya bilmərsiniz, çünki a məxrəcdədir, məxrəcimiz 0 olmur. 47-ci sualı köçürt. Uşaqlar, 2 dənə kök altı var tənliyimizdə, gördüyünüz kimi. Birinci kök altını saxlayaq.
bərabərdir 3 üstəcəl kök x yazaq. Kökdən azad olunması üçün kvadrata yüksəldək. Kvadrat kökü sildi, 2x plus 9 qaldı. Düsturu açırıq. Birincinin kvadratı, 3'ü kök x-ə vuranda 3 kök x, 2 mislə 6 kök x plus ikincinin kvadratı. 2x-dən x-in çıxdım, 2x bərabərdir. 9'lar islah olur, 6 kök x. Yenə kök 6 var, yenə kvadrata yüksəlt. X-in kvadratı bərabərdir 36x. X kvadrat minus 36x bərabərdir 0. X-i ortaq çıxardıram. Buradan x-i 0 alıram, bir də x-i neçə alıram? 36. Tənliyin kökləri cəmi 36-dır. Uşaqlar, buradan da belə kvadrata yüksəldə bilərəm, amma bu çətin olur, ona görə yazmıram. Orada gələ birincinin kvadratı, yenə birincinin ikincinin hansının iki misli, üstəcə ikincinin kvadratı yorar. X vur, x plus 2. X kvadrat minus 4. Burada da kök 2 minus kök 2 bərabərdir 0. Uşaqlar, misalımızda 2 dənə təhlükə var. 1. Məxrəc 0 olmaz. Məxrəc 0 olmaz. Bir buna diqqətli ol. Bir də cüt dərəcədən kök mənfi olmaz. 2 dənə nidə qoyuram ki, yəni bura 2 dənə diqqət ol. İndi ifadənin qiyməti 0-dırsa, bilsən ki, hamısını 0-a bərabər edirsən. Aha, bunu da 0-a bərabər elək. Bir də x kvadrat çıx 4-ü bərabər elədim 0-a. X kvadrat bərabərdir 4. X aldım plus minus 2. Məxrəcimizi götürürük. Məxrəc amma heç vaxt 0 olmaz. Bilirsiniz də, 0-a bölməməli yoxdur. Köklər gedir, x neçə olur? 2. Onsuz görürsən ki, bunun üstünə xət çəkilib. Yəni, bu sənin cavabın deyil. Kənardan aldıqlarımı yazıram. 0 almışdım. Mənfi 2 almışdım, bir də 2. Və burada 2-nin üstünə xət çəkmişəm axı. 2-nin üstünə xət çəkdim. İndi mənfi 2-ni də çəkirəm. Niyə? Çünki gətirib bura mənfi qoysam, kök 6 mənfi olar. Demək, doğru cavab 0-dır. Tənliyin neçə kökü var? Bir dənə kökü var. A bəndə olacaq. 51. Qoy 2-nin bir də niyə olmadığını deyim. Baba 2-ni gətirib bura qoyanda kök 2 çıx kök 2 olur. Məxrəc 0 verir. Məxrəc də 0 olmaz axı, ona görə mənası yoxdur. 51-ə bax. Bərabərdir 0. Bura nidanı qoyuram. Ayrı-ayrı 0-a bərabər edirsən. X ortaq çıxardırsan. Bir də buradan x plus 3 bərabər. Buradan x-i tapırsan mənfi 3. Onsuz bu bunun köküdür. Ona görə bunu yoxlama. 2 0 aldım, bir də x mənfi 5 aldım. İndi burada yoxlayıram. 0-ın üstünə 3 gəlsəm. Kök atdı müsbət olur, olur. 0 ödür. 5 qoyanda mənfi 5-dir. Mənfi 5-in üstü üçün gəldi. Mənfi 2 eləyir. Mənfi 2. Olmaz. Demək, mənfi 5 kənar kökdür. Demək, doğru cavab neçədir? 0-la mənfi 3. Bayaqdan ondan tez-tez demişəm, ona görə keçirəm. 53-ə bax. Kök 2 üstəcəl 2 plus 3 bərabərdir 3. 2 kök var. Ya bunu saxlamalısan, ya bunu. Böyüyü saxla, asan olsun. 3 minus kök x yaz. İndi kvadrata yüksəlt. Kvadrat kökü sildi. X plus 3. Birincinin kvadratı çıx 6 kök x plus ikincinin kvadratı. X'lər gedir. 6 kök x bərabərdir 6. Kök x bərabərdir 1. X olur 1. Gördün necə asan və rahat olur. 56. Bayaq bundan birini izah eləmişdim, amma bir dəfə də deyirəm. Birinci dəfə x böyütü 0-a baxırsan, olur x kvadrat çıx 3x plus 2 bərabərdir 0. Tənliyin köklərin cəmi soruşduğuna görə 3 yazıram. Bir dəfə də x 0-dan kiçik, olur x kvadrat plus 3x plus 2 bərabərdir 0. Tənliyin köklərin cəmi soruşduğuna görə mənfi 3 yazıram. 3, burada da mənfi 3. Mənfi 3-ün üstünə 3 gəlirsiniz, tənliyin köklərinin cəmi 0 olur. 57. 11x plus 3 çıx 3 bərabərdir x. 11x plus 3 bərabərdir. 3-ü keçir bu tərəfə x plus 3 yaz. Kvadrata yüksət. Kvadrat kökü sildi. 11x plus 3. Düsturu açaq. Buradan x kvadrat qalır. 6x 11 keçdi bu tərəfə. 6-dan 11-in çıxırsa mənfi 5x. 3 gəlir bura. 9-dan 3-ün çıxdım. 6 bərabərdir 0. Köklər olur 2 ilə 3. İndi yoxlayaq görə hansı ödür? Demək 11x plus 3 çıx 3 bərabər idi x-ə. Misal buydu, düzdür. 2-ni qoyaq görə hələ. Buradan yoxlayaq. Aha, bu 3-ü keçdi, sonra yoxlayaq. X plus 3.
İçin qoyuram. 11'i vururam 2'yə. 22 üstünü üçüncəldim 25. İçin qoyunda. Bu tərəfdə də 2 üstü üçgəldim 5. 25'dir, bu da 5'dir. İkisi de eynidir, doğrudur. 3 qoysam. 11'i 3'ə vururam. 33 üstünü üçüncəldə 36. 3'ün də üstünü üçüncəlsən 6. 6 6'ya bərabərdir, bəli. İkisi də tənliyi köküdür. 58. X kvadrat çıx 1. 1 minus 2x bərabərdir 0. Hasil 0 olduğuna görə ayrı-ayrı sıfıra bərabər eləyirsən. 2x bərabərdir 1. X'i tapırsan 2'də 1. Biz kök budur. Buradan x kvadrat bərabərdir 1. X'i alırsan plus minus 1. İndi burada kök 6 var. Görsən nidə qoyuram bura. Yoxlamalısan. Çoxuz. Mənfi 1. 1 almışam. Bir də 2'də 1 almışam. 2'də 1 onsuz cavabdır. İndi mənfi 1 olacaq ya 1 olacaq. Tez deyirsiniz ki kökdən mənfi çıxmaz. Mənfi 1 olmur. Amma yalan deyirsiniz. Baxın. Burada 1 minus 2x'dir də köküncə. Qoyuram yerinə bax. 1 minus 2 vur mənfi 1. Burada 1 üstə gəl 2 olur deyə müsbət olur. Mənası olur. Amma 1'i qoyuram. Bax 1 çıx 2x'dir. Düzdür misalında. 1 çıx 2 vur 1. 1'dən 2'sini çıxanda mənfi 1 eləyir. Olmaz. Ona görə 1 ödəməlidir. Demək cavabın mənfi 1 və 2'də 1 olacaq. Hasil sıfıra bərabərdir. Ayrı-ayrı sıfıra bərabər elət. X kvadrat 121'dir. X olur plus minus 1. 11. Aha. Burada yoxlayaq indi. 5'dən çıxırıq 11'ini. Eləyir mənfi 6. Olmaz. Amma 5'in üstünə mənfi 11 gəlsək də belə deyək də. 5 çıx mənfi 11 qoysam. Bu eləyir 16 olur. Demək mənfi 11 və 11 almışdın. 11 ödəmədi, mənfi 11 ödədi. Bir də 5 çıx x'i bərabər eləyirsən 0'a, x'i tapırsan 5. 5 və mənfi 11'dir cavabımız.